Referans Medical Group'un baş sponsorluğu ilə Anam Bilər başladı. Bugün mütəxəssislərdən bizi maraqlandıran sualların cavabını tapmağa çalışdıq. Hazırsınızsa bu həftə yayımlayacağımız mövzu başlıqları ilə qısaca tanış olaq. Adenoid olan pasiyent qapımızdan içəri girən kimi üzündən bilinir. Qulaq özünü təmizləyən orqandır. Qulağa su gedir uşaqların qulağına. Onu necə təmizləyək? Qulağa suyun getməsi qulağa hər hansı bir ziyanı yoxdur. O halda ki, nəfəs dayanması, sleep apnea dediyimiz hal mütləq göstərişdə əməliyyata. Bütün qadınlar ömrlərində heç olmasa bir dəfə də olsa süd vəzi ilə bağlı problemlər yaşayırlar. Erkən diaqnoz xərçəngin müalicəsində nə qədər önəmlidir? Dərmandan nə qədər uşaq salmısan? 10 dəfə, 15 dəfə. Bu abortlar bu fiziologiyanı pozur. 3 yaşında uşağa nə ana südü vermək olmaz, nə əmzik vermək olmaz. Bugün uşaqlarda endoskopik lor əməliyyatlarından danışacağıq. Bugünkü müsahibim Referans Estetik Mərkəzinin lor həkimi Dr. Nuray Şükürovadır. Xoş gördük Nuray xanım, necəsiz? Xoş gördük, yaxşı olasınız. Nuray xanım, allergik rinit və qrip arasındakı fərqlər nələrdir? Necə təyin edə bilərik ki, bu allergik rinitdir, digəri qripdir? Qripin biz bütün xəstələnmələri qrip olaraq, burun axmaları qrip olaraq dəyərləndiririk. Ən böyük yanlış da budur. Qrip virus tərəfindən törədilən infeksion xəstəlikdir və biz qrip olduğumuz zaman həqiqi qripdirsə xəstəliyimiz, sadəcə soyuq dəymə deyilsə hərarətimiz yüksələcək. Qripin bir başlanma, kəskinləşmə və sağalma dövrü olaraq böldüyümüz dövrləri var. Allergik rinitli xəstələrdə isə ya mövsümə bağlıdırsa, ya hər hansı bir onların individual allergiya törədəcəyi bir şeyə bağlıdırsa bu allergik rinit, bu halda hərarətimizin yüksəlməsindən söhbət belə getmir. Bizim bütün bədənimizin sızıldaması, ağrıması qripdə olduğu halda burada ümumiyyətcə olmur. Sadəcə burun axması, şəffaf burun axması, göz qıcıqlanması, burnun qaşınması və qripdəki kimi başlanması və bitməsi ilə qısa bir dövrü əhatə etmir. Əksinə daha geniş bir dövrü əhatə edir allergik rinit. Endoskopik lor əməliyyatları nədir və onların üstünlükləri nələrdir? Endoskop olmayan dövrlərdə də bu əməliyyatları icra edirdik. Sadəcə olaraq əlimizə endoskop kimi bizim işimizi asanlaşdıran bir cihazımız varsa, biz endoskopla çox rahat müşahidə edərək, vizual görüntümüzü, imkanlarımızı artıraraq və kəllə skeletinə hər hansı bir ekstra defekt yaratmadan bu əməliyyatları icra edə bilirik. Məsələn, biz maksilar sinusda, hər kəsin qaymer olaraq tanıdığı Haymor cibində əməliyyat olaraq edərsək əgər, öncə kəllənin ön hissəsində köpək çuxurunda bir deşik açmaq və cibə olan müdaxiləni xaricdən etməli olurduq. Endoskop əlimizdə varsa, biz burundan birbaşa cibin içinə müdaxilə edə bilərik və endoskopun müəyyən bucaqları ilə çox rahatlıqla, sinusun içində çox rahatlıqla gördüyümüzə görə üstünlüyü əvəz olunmazdır. Qulaq təmizləmək üçün pambıq çöplərdən istifadə edirik, amma bilirik ki, hər dəfə tibb işçiləri bunun çox yanlış olduğunu həkimlər qeyd edirlər. Buna baxmayaraq biz yenə davam edirik qulaqlarımızı təmizləməyə. Ümumiyyətlə, qulaq çöplə qulaq təmizləməyin nə kimi riskləri var? Üzərini oxusanız, üzərinə ingilis dilində, bəzən rusca tərcümə də ola bilər, adətən ingiliscə olur. Qulaq üçün deyil deyə bir söz yazılır. Yəni bu qulaq çöpü deyil. Açığı desəm mən onun üzərində diqqətlə oxusanız, var, ingilis dilində o söz var və qulaq çöpü, ona o adı biz vermişik. O pambıqlı çubuqdur. Biz onunla çox rahat kosmetik vasitələri istifadə edirik. Kosmetik hansısa düzəlişlər edə bilərik. Dərmanı harasa vurmaq üçün istifadə edə bilərik. Qulaq üçün biz dərman pasiyentə yazanda onu həmin pambıqlı çubuqla icra edə bilərik. Amma qulaq təmizlənməsi haqqında danışacaqsaq əgər, bizim həkimlərə də ən çox gələn sual budur. Qulağımızı necə təmizləyək? Qulağımızı yudurdaqmı? Qulaq özünü təmizləyən orqandır. Çünki siz kənarda qulağı çirkli adam görmüsünüz yəqin ki. Çünki o kir özünü kənara atıb bir şəkildə. Yəni bu necə olur? Biz danışırıq, çənə oynağımızın üzərində qulaq yolumuz, xarici qulaq yolumuz yerləşir. İnsan danışdığı zaman qulaq yolu içəridəki qulaq kirini
çölə doğru atır. Qulaq kiri sözü özü başdan yanlışdır. Bu kir deyil. Xarici qulağımızın dərisi bədənimizin ən incə dərisidir. Bu serumen həmin dərini qorumaqdan ötürüdür və tərkibi həm antibiotik tərkibli, həm göbələk əleyhinə tərkibli bir maddədən ibarətdir. Biz onu tərtəmiz təmizlədiyimiz halda qulaq yolumuzu daha çox həssas eləyirik. Bakteriyalara, virusa və qulağımıza düşə biləcək göbələklər üçün, bəli, həssas edirik və pambıqlı çubuq belə xarici qulaq dərimizi cıza biləcək dərəcədə qulağımızın dərisincədir. Biz cızıb travma üçün açıq qapı saxlayırıq. Serumeni də tərtəmiz etdiyimizə görə qoruyucumuz da yoxdur. Bir sözlə, demək istədiyim odur ki, körpə uşaqların qulağını təmizləyərkən ekstra ehtiyatlı olun. Təmizləmək deməkdə nədir məqsədim? Xaricdə görünən hissədə götürmək, pambıqlı disk pambıqlar var, makiyajımızı sildiyimiz ondan. Adi quru salfet olsun, quru pambıq olsun, hər hansı bir şeylə görünən hissəni götürün. Onsuz da qulağın içində həkim belə görmək üçün biz endoskopla baxırıq. Kim bizim qulağımızın için görür ki? Endoskopla baxırıq. Yəni qulağımızın görünən hissəsini silmək kifayətdir. Pambıqlı çubuqla itəliyirik, daha da pərdənin üzərinə yapışdırırıq qulaq kirini. Qulağımız bir gün hansısa səbəbdən ağrıyacaqsa, həkimə gedəcəksə, həkim bizim təbil pərdəmizi görmək əvəzinə qulaq kirimizi tıxacı görəcək və o onu təmizləmək məcburiyyətində qalacaq ki, görün bu qulaq niyə ağrıyır. Özümüzə ekstra problem yaratmış oluruq. Övladlarımızı belə deyək, duşdan çıxararkən o zaman qulaq çöpündən istifadə etmək lazım deyil. Bəs qulağa su gedir uşaqların qulağına. Onu necə təmizləyək? Övladımızı niyə daha çox təmizləməməyə vurğulayıram? Qulağı diametri böyüklərinkindən 2 dəfə balaca olduğu üçün pambıqlı çubuğun diametrinə identik olacaq. Daha çox itələmə ehtimalımız var. Siz, mən pambıqlı çubuğu içəri salıb fırlada biləcəyimiz halda yer var deyə. Dar qulaqlar da var təbii ki, yetişkin şəxslərdə, amma adətən. Biz onu fırlada bilərik, uşaqda bunu etmək mümkün deyil. Bir qayda olaraq fırladıb içəri itələcəyik. Qulağa su getməsi, çimizdirərkən çox rahatlıqla uşağımızın başını suya rahatlıqla salıb çıxara bilərik. Qulağa suyun getməsi qulağa hər hansı bir ziyanı yoxdur. O halda ki, bizim qulağımız sağlamdır, təbil pərdəmiz bütövdür, orada perforasiya, yəni deşik dediyimiz xronik otitimiz yoxdur. Ki, uşaqlarda da xronik otitlə doğulmur uşaqlar, yəni xronik otitləri yoxdur, pərdələri bütövdür. Qulağımıza su, yağlı qulaq kiri girməsini əngəlləyir bizim qulağımızdakı qulaq kiri. Yox, biz onu tərtəmiz təmizləmişiksə və içəri də ötürmüşüksə, həmin su girəcək içəri, qulaq kirinin canına hopacaq, qulaq kiri biraz daha şişəcək, narahatlıq verəcək uşağa da, böyüyə də. Yəni təmizləyərək özümüzə bir sıra növbəti problemlər açırıq. Dəyməsək, bunlar heç bizi yaşamaz. Məqsədə uyğundur. Mövsümi allergiyalardan əziyyət çəkən insanlar ən çox nəyə diqqət eləməlidirlər? Onlara nə kimi tövsiyələriniz var? Tövsiyə deməzdim buna. Bir qayda olaraq mövsümi allergiyası olan şəxslər hər zaman allergoloqun kontrolündə olmalıdırlar. Bizə aid olan hissəsi burun olduğu üçün bizə müraciət edən pasiyentin burnuna baxırıq. Burun topik steroidi təyin edirik, antihistamin təyin edirik. Amma ümumiyyətlə bu pasiyentlər allergoloqun həmişəlik pasiyentləridir. Çünki bu allergiyanın bir dəfəlik dərmanla müalicəsi yoxdur və biz ildə 2 dəfə ən az bu müalicəni yazmaqla allergiyanı sağaltmırıq. Sadəcə simptomları bastırırıq, problemi xalça altına süpürmüş oluruq ki, allergiya bir yerdə qalan xəstəlik deyil, davamlı proqressiyaya malik olan xəstəlikdir. Simptomlarımız proqressiv irəliləməsin, olduğu şəkildə heç olmasa qalsın, bastırılsın deyə bu müalicəni yazırıq. Yəni bu pasiyentlər mütləq şəkildə hər zaman allergoloqun kontrolündə olmalıdırlar. Hal-hazırda özümün də ən çox əziyyət çəkdiyim bir proses var. Bir aya yaxın bir virus infeksiya keçirdim və ondan sonra burun tutulması yaşayıram. Artıq bir aydır ki, həmin o burun açıcılardan, adını çəkmək istəmədiyim o müəyyən burun açıcılardan istifadə edirəm və bunun doğru olmadığını da bilirəm, sizə deyim, doktor. Sadəcə olaraq onsuz artıq mənim yaşamağım, nəfəs almağım daha doğrusu müşkül məsələyə çevrilib. Ümumiyyətlə, burun açıcılardan uzun müddət istifadə eləmək hansı fəsadlara gətirib çıxarır və onun uzun müddət istifadəsini qısaltmaq üçün nə etməliyik, nə istifadə etməliyik?
pasient bizim yanımıza sadəcə burun axanda gəlmir. Ağırlaşacaq vəziyyətə çatanda gəlir. Artıq özü heç bir elədiyi türkə çaralar ona kömək etməyəndə və yaxud da qonşunun, aptekçi xanımın məsləhət gördüyü dərman kömək etməyəndə nəhayət ki, lora gəlib çıxır pasient və pasient bizə qədər istifadə etməyibsə damar büzücü dərmanlardan, hansı ki, siz indi bir ay istifadə edirsiniz, biz onu mütləq şəkildə təyin edirik və deyirik, 5 gündən çox icra etmək olmaz. Təyin etməkdə məqsədimiz nədir? Burnumuz açıq olmalıdır ki, damar büzülüb, burun yolumuz genişlənməlidir ki, olası qulaq ağrısından özümüzü mühafizə edək. Çünki burun tutulacaq, qulağın havalanması pozulacaq, otit başlayacaq və ola biləcək ciblərin havalanması pozulduğu üçün sinusitdən, hemoroid, frontit, etmoiditdən özümüzü sığortalayaq. Yəni, burun açıq olmalıdır, ciblər və qulaq havalanmalıdır deyə. Nə olur pasient bunu 5 gündən artıq istifadə etdikdə? Öncə biz bu spreyi vururuq, 12 saata qədər effekti var. Damar büzülür, 12 saata qədər nəfəs alırıq. Ardınca 8 saat, 7 saat, 5 saat, 3 saat və maşının bardachokunda, mətbəxdə, şkafda, çantamızda istənilən yerdə biz bu spreyləri gəzdiririk ki, boğuldum, nəfəs alım. Bununla da burnumuzun içinin bütün seyhli qişasını, xüsusiyyətini pozuruq. Burnumuz tək nəfəs almaq üçün deyil. Burnumuz bütün havanın filtrasiyası, təmizlənməsi, nəmlənməsi, isinməsi, soyunması, soyudulması, bu işlərin hər birini görən burnumuzun içindəki balıq qulaqları və onların seyhli qişasıdır. Bu dərmanlar seyhli qişanı, loro dildə belə deyim, yandırdığı üçün nəfəs alırsınız, elə bil göynüyür burnunuzun içi, qupquru olur. Quruduğu üçün burun daha tez-tez qanamaya başlayacaq. Çəpərimizin üzərində çox aktiv kapilyar yumağı ilə zəngin bir zona var qığırdaqda, Kisselbach zonası deyirik. Üzərindəki seyhli qişa quruduğu üçün tez-tez burun qanaması olacaq. Narahatlıq, içində qərtməklər və dərmandan asılı medikamentoz rinitli biri olaraq həyatımızı davam edirik. Onun üçün nə etmək lazımdır? Medikamentoz rinitin, yəni bu dərman rinitinin, süni rinitdir bu, özümüzün yaratdığımız müalicəsi var. Pasiyenti mütləq şəkildə 1 aylıq buruna topik steroidlar, antihistaminlar təyin edirik və qəti şəkildə həmin bu damar büzücüyə əl vurmamaq ən birinci yerdə pasiyentin öz iradəsidir. Mən istifadə etməyəcəm deyir və heç 5-6 gün sonra zəng edir. Doktor, mən heç sizdən çıxandan sonra etməmişəm, istifadə etməmişəm, bu dərmandan çox rahatam. Yəni, biz 1 ay deyəndə pasiyentin gözündə o rəqəm çox böyüyür. Necə dözəcəm, necə olacaq, yox, mən elə əməliyyatı istəyirəm, balıq qulaqlarımı kiçiltdirin, mən yaşaya bilməyəcəm deyən pasiyentlər var. Hamısını sakitləşdirib yola verirəm və bir nəfəri bu son vaxtlarda heç cür razı sala bilmədiyim üçün gəldiyi gün analizlərini verdi, səhər əməliyyat etməli olduq. Yəni, heç cür mən o pasiyenti razı sala bilmədim ki, siz bu müalicəni, dedi ki, etmişəm bir neçə dəfə, başqa həkimlər deyib, məndə alınmayıb. Yəni, o mənim həyatımda istisnadır, o bir pasiyent. Doktor, uşaqlarda adenoidin böyüməsi necə təyin olunur? Adenoid olan pasiyent qapımızdan içəri girən kimi üzündən bilinir bir qayda olaraq. Yox, daha erkən dövrdə valideyn daha duyarlıdırsa, erkən dövrdə gəlibsə, təbii ki, müşahidə edib sonra qərar veririk. Amma bir lor həkim mütləq ki, qapısından içəri girən pasiyentin adenoid olduğunu bilir. Bunu pediatrlar bizdən daha çox görürlər deyə uşaqlar. Pediatrlar da əslində görürlər yəqin ki. Adenoidin təyin olunması üçün qızıl standart burun endoskopiyasıdır. Çox rahat, əlimizdə, kamera müşahidəsi ilə, vizual olaraq valideynə də təqdim edəcəyimiz monitorla, kabinetdə uşağın anası, atası, nənəsi, uşağımızı biz həkimə axı gedəndə kollektiv gedirik. Yəni, hər bir kəsin görəcəyi şəkildə çox rahat və ziyansız müdaxilə üsulu qızıl standart endoskopiyadır. Biz adenoidi olan pasiyentin üzündən təyin edirik dediyim kimi ki, artıq ağırlaşmış vəziyyətdir. Yox, ağırlaşmamış ilkin stadiyada gəlmişsə bu pasiyent, daha uğurluyuq, daha şanslıyıq. Çünki çox zaman ləngimə ilə müşayiət olunur bu məsələ. Biz pasiyentin burnuna baxırıq, adenoid 3-cü dərəcəlidir, çənə
tamamilə pozulub, kəllənin üst skeleti normal inkişaf etdiyi halda ağzı davamlı şəkildə açıq qalan uşağın çənəsi inkişaf etmir, çənə geridə, göz altında qara kölgələr, tipik adenoid sifət deyilir. Ad sifət olaraq ədəbiyyatda gedir bu. Bu halda biz adenoidi əməliyyat etmişiksə belə bir ortodont, yəni stomatoloq bu işlə məşğul olur gələcəkdə. Bu gecikmiş hallara aiddir. Yox, zamanında müşahidə etmişiksə, adenoidi görmüşüksə, dərəcəsinə uyğun əməliyyat planlayırıq. 3-cü dərəcədir, əməliyyat edirik. Gecələr nəfəs dayanması, xorultu var və nəfəs dayanması kimi şikayətləri varsa ani olaraq mütləq şəkildə əməliyyat olunmalıdır. Əməliyyata mütləq göstərişdir. Nəfəs almamızda ciddi problemimiz olmadığı halda tez-tez orta otit oluruq. Qulaq ağrıları varsa, ölçüsü kiçik olsa belə qulağımıza fəsad verirsə bu adenoid əməliyyat olunmalıdır. Yəni adenoidimiz məsələn 1-ci dərəcəlidir. Amma qulağın eşitmə boruları dediyimiz Evstah borularının ucuna daha yaxındır və tez-tez biz otit oluruq. Burnumuzun nəfəs alması artıq ikinci plana keçir. Biz bu adenoidi götürməliyik ki, özümüzü otitlərdən qoruyaq. Qulağımız daha vacib, daha bahalı orqan olduğu üçün adenoid götürülməlidir. Mütləq şəkildə kəllənin yan rentgenografiyasından mümkün qədər qaçınmağı tövsiyə edirəm. Adenoidin təyini üçün, diaqnostikası üçün. Çox təəssüflər olsun ki, pasientlər bizə artıq əllərində hazır rentgenlə gəlirlər. Doktor, uşağımın 2-ci dərəcəli, 3-cü dərəcəli və yaxud da 1-ci dərəcəli adenoidi var rentgenoloqun rəyi ilə. Halbuki az ziyanlı, heç ziyanı olmayan daha doğrusu endoskopla təyin edə bilirik dərəcəsini və rentgen şəkilə görə deyil bizim əməliyyat qərarı verməyimiz. Şüalandırdıq, nəticəmiz də 0. Biz yenə onsuz da endoskopla baxacağıq. Əməliyyat ediləcək adenoiddirmi, yoxsa gözləyəcəyimiz bir adenoiddirmi, qərarını o cür veririk. Köhnələrdən, nənələrdən bizə qalma bəzən faydalı olan, bəzən də faydasız olan belə deyək, adət-ənənələrimiz var. Onlardan biri də qulağa hansısa bir nəsnəni isidib qoymaq və yaxud da hər hansısa bir bitki yağını və yaxud da başqa bir müdaxilə eləmək. Ümumiyyətlə, qulağa bitki yağı tökmək və yaxud da hər hansısa bir nəsnəni isidib qoymaq nə dərəcədə düzgündür? Bunu ən çox el arasında eşidirik, zeytun yağı tökmək kimi qulağa. Doğrudurmu bu cür? Bu halda biraz dəstəkləyəcəm köhnə adətləri, amma hansı hissəsini? Nəyisə isidib qulağımıza qoymaq. Tavada duzu isidib, dəsmallara büküb, top şəklində qulağa qoymaq. Dəstəkləyirəm bunu. Çünki qulaq istini sevir. Orta otit zamanı isti ağrının səngiməsinə kömək edəcək. Bəs duz nəyə görə? Duz istini canında çox saxlayır. Parçanı ütülüyüb bəzən qoyurlar və yaxud da hansı üsulla qızdırmaq olar ki, ancaq ütüləyəcək də. Amma parça tez soyacaq. Amma duzun canında istilik çox qalacaq, uzun müddət qalacaq. Onu da nənələrimiz sağ olsun düşünə bilər yəni. Bunu dəstəkləyirəm. Qulağımıza tökəcəyimiz damlalardan deyim də. Bizim qulağımız ağrıyırsa, qulağa tökəcəyimiz məhlul zeytundurmu, kamfora yağıdırmı, nə bilim, nanə cövhərdirmi, spirtdirmi, hər nədirsə, onun nə olması önəmli deyil. Perikisdirmi bəzi hallarda? Perikis qəti olmaz. Ya, o sadaladıqlarımın içində perikisi çıxırıq. Ona haşiyə açıb başqa mövzudur o. Yəni, qulağa sadəcə o tökəcəyimiz şeyi isti edib tökürük deyə qaynar olmaz. Qulağa tökəcəyimiz həkim tövsiyəsi ilə bilən həqiqətən damla isə nə soyuq, nə isti olmalıdır, ilıq bədən temperaturunda. Yəni, isidib, ilıq şəkildə edirik deyə o istilikdən alırıq biz ağrının səngiməsini. Yoxsa o zeytun yağıdır, müalicəvi effekti var, yox. Yoxdur, belə bir şey yoxdur. Yoxdur. Nuray xanım, adenoidin əməliyyatı hansı yaşlarda daha məqsədə uyğundur tibbi tərəfdən? Ən çox yanlış anlaşılmamız da budur ki, uşaq balacadır, böyüsün. İdeal yaş, hər şey öz qaydasında gedibsə, 3-5 yaşı götürürük ideal yaş orta statistik olaraq. Ancaq bu demək deyil ki, biz 3 yaşa qədər uşaqlara əməliyyat etməməliyik, 5 yaşdan böyükdürsə əməliyyat etməməliyik. Yanlış anlaşılmasın. Sadəcə ən çox statistika verəsi olsaq 3-5 yaşda icra edirik. Amma hansı halda biz tələsməliyik, 3 yaşı gözləməməliyik. Bu o haldır ki, gecələr uşağımızın nəinki xorultusu, nəfəs dayanması var. Yəni, ani bir neçə saniyəlik uşağın nəfəsi dayanır xorultu əsnasında və belə valideynlər adətən bizə hazır video görüntü ilə gəlir. Uşağın görüntüsü ki, doktor, uşağım belə yatır.
Belə halda biz 1 yaş 2 aylıq uşaqda əməliyyat edirik, 1 yaşlıq uşaqda əməliyyat edirik, 1 yaş 5 aylıq edirik. Çünki nəfəs dayanması, sleep apnea dediyimiz hal mütləq göstərişdə əməliyyata. Və yaxud da 3 yaşa qədər uşaqdır, artıq hər 3 aydan bir otit olur. Pərdə cırılır, irin çölə axır. Bu yaşda da gözləməyəcəyik, bu halda da gözləməyəcəyik 3 yaşımızı. Və yaxud da valideynlər gəlib, uşağın 8, 10, 12 yaşı var. Dediyim bayaqki görüntü, içəri girəndə artıq kosmetik qüsuru görürsüz. Endoskopla qulağa baxanda qulaqdakı qalıcı fəsadları görürük. Ancaq yox gecikmisən etmirik də demirik. Gecikməsinin səbəbini addən soruşuruq ki, niyə gecikmisiniz? Çox təəssüf duyduğumuz cavab odur ki, dedilər ki, axı balacadır. Bunu deyən qonşumu qonşusu da olur. Bunu deyən pediatr da olur. Bunu deyən lor həkimi də olur. Çox təəssüf ki. Böyüsün edək sözü tamamilə kökdən yanlışdır. Böyüdükcə adenoida bağlı qalıcı qüsurlarımızın formalaşmasını əldə edirik və olur ki, məsələn, uşağın adenoidinə baxırsınız, ölçüsü artıq əməliyyata yararsızdır. Yəni bizim adenoidi gördüyümüz görüntü 3 yaşda, məsələn, 3-cü dərəcə xuanamızı qapıyırsa biz endoskop olaraq baxırıq. 3-cü dərəcə görürüksə 8 yaş uşağın kəllə skeleti böyüdüyü üçün bu adenoid artıq 3-cü dərəcə deyil, 1-ci dərəcədədir. O əməliyyat etsən də uşağın nəfəs almasında ekstra bir dəyişiklik olmayacaq. Artıq nəfəs almağa başlayıb. Amma çənəsində dediyim qüsuru var. Qulağında təbil pərdələrini daha gərgin görürük, işıq refleksini görmürük. Belə olarsa əməliyyat etməyəcəyik. Ancaq son, belə deyim də, Covid yayılan, bu pandemiya yayılan dövrdən sonra bütün lor həmkarlarım da sözümün qüvvəti olar yəqin ki, əməliyyat etdiyimiz pasiyentlərimizin artıq böyük əksəriyyəti dediyim 3-5 yaş qrupundan böyük olanlardır. Ancaq bir daha üzərinə vurğulamaq istəyirəm ki, böyüsün, sonra edək, kiçikdir, sonra edək. Yaşı hələ azdır, çəkisi hələ azdır. Bunu necə intubasiya eləyəcəklər, necə narkoz verəcəklər kimi yanlış düşüncələrə qapılmayın. Adenatomiya əməliyyatı göstərişdirsə, həmin gündən artıq bu əməliyyat planlanmalıdır. Çox sağ olun, çox təşəkkür edirik sizə Nuray xanım bugünkü ətraflı dolğu müsahibə üçün. Bugünkü maraqlıdır rubrikamızda öyrənəcəyik ki, UNESCO Birləşmiş Millətlər Təşkilatının elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır. Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 194 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları 2 ildən bir çağırılan konfransdır. 1972-ci ildə UNESCO tərəfindən Ümumdünya Mədəni və Təbii İrsin qorunması haqqında konvensiya qəbul edilmişdir. Bu təşkilatın nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkənin nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir. Bugün qadınlarda süd vəzi xəstəlikləri və onun müalicə üsullarından danışacağıq. Bugünkü müsahibim Referans Estetik Mərkəzin süd vəzi üzrə onkoplastik cərrahı doktor Günay Əhmədovadır. Xoş gördük Günay xanım, necəsiniz? Xoş gördük, təşəkkür edirəm, siz necəsiniz? Çox sağ olun, yaxşı olasınız. Günay xanım, bugün qadınları ən çox narahat edən süd vəzi xəstəlikləri hansılardır? Ümumiyyətlə, bütün qadınlar ömrlərində heç olmasa bir dəfə də olsa süd vəzi ilə bağlı problemlər yaşayırlar. Ümumiyyətlə, süd vəzinin xəstəlikləri amma biz bir sıra qrupa bölə bilərik. Bunlardan təbii ki, əsas xəstəlik süd vəzi xərçəngidir.
Amma təbii ki, əksər xanımların süd vəzisində massalgiyalar olur, fibrokistik xəstəliklər olur, süd vəzisinin xoş xassəli şişləri var, bəd xassəli şişlərinə yanaşı, süd vəzisinin iltihabi xəstəlikləri var və s. Bəs həmin bu şişlərin bədxassəli və yaxud da xoşxassəli olduğunu ev şəraitində bəzən olur qadınlar narahatlıq keçirirlər, çox qorxurlar onkoloqlara müraciət eləməyə. Necə təyin eləyə bilər ümumiyyətlə süd vəzlərimizdə hər şeyin qaydasında olduğunu? Bu xanımların onsuz da elədikləri ən böyük səhvdir. Çünki onlar özlərində süd vəzisi ilə bağlı hər hansı bir problem aşkar edəndə, ola bilər düyün aşkar ediblər, ola bilər sadəcə ağrıdır, ola bilər süd vəzisindən ifrazat gəlir. Dərhal onların beyinlərində süd vəzi xərçəngi fobiyası formalaşır və bundan irəli gələrək artıq yanlışlar zənciri buradan başlayır. Yəni, onlar fikirləşirlər ki, onsuz da mən həkimə getsəm, o mənə xərçəng diaqnozu qoyacaq. Başlayırlar öz başlarına dərmanlar içməyə, üzərinə törəmənin məsələn isti qoyurlar, soyuq qoyurlar və s. Yəni, özləri başlayırlar ev şəraitində nələrsə eləməyə və yaxud da ki, həkimə getmirlər. Ola bilər ki, maksimum bir ultrasəs müayinəsindən keçsinlər və təbii ki, bu da daha da vəziyyəti ağırlaşdırır. Çünki təəssüflər olsun ki, müasir dövrümüzdə bəzən xəstə ultrasəs həkimindən belə dərman istəyir ki, bir dənə dərman yaz, gedim evdə eləyim. Onlar da doğru, yanlış, nələrsə təyin edənlər də var, təəssüflər olsun ki, yəni çünki hər həkim öz ixtisası ilə məşğul olmalıdır və sonradan pasiyent bizə o halda gəlir ki, yəni o daha erkən gəlsəydi, çox daha xoş nəticələr əldə edəcəkdik, nəinki bu qədər zaman itkisi. Zaman həm də eyni zamanda sağlıq problemlərindən ağırlaşmış. Süd vəzisində ağrı var şikayətinə. Sizə gələn pasiyentlərin çox qismində vəziyyət necə olur? Ürək açıcıdırmı, yoxsa xeyr? Son zamanlar ümumiyyətlə süd vəzisinin bədxassəli şişlərinin sayı çoxalıbdır. Xəstəliyin sayı get-gedə artmağa başlayır. Amma buna baxmayaraq, hər 10 xanımdan, yəni süd vəzisində törəmə olan 10 xəstədən 9-unda xərçəng təsdiqlənmir. Yalnızca birində. Bu yaxşı bir statistikadır. Bəli. Amma buna baxmayaraq yenə də xərçəng xəstəliyinin sayı çoxala gedir. Bəs yəni doktor kimi nədir səbəb bu xəstəliyin daha çoxalmasına statistikada? Əgər kitablarla cavab versəm, təbii ki, burada süd vəzisinin özünə asılı olan və özündən asılı olmayan amillər var. Daxili faktorlar var, xarici faktorlar var, yəni xarici mühit amilləri var. Çünki bilirik ki, bir neçə illər bundan öncəyə qədər bu xəstəlik bu qədər də geniş miqyaslı yayılmamışdı. Bəli, elə onu demək istəyirəm ki, zaten xəstəliyin sayı artır, sözsüz. Nəyə görə artır? Məsəl üçün, abortların sayı get-gedə çoxalmağa başlayır. Xanımlar hamiləkdən qorunmaq üçün öz başlarına heç bir müayinəsiz hormonal dərmanlar içməkdə çoxaldıblar, yəni bunu sayını. Qidalanma faktorları çox böyük amildir ki, son zamanlar fast food tipli qidalanmaların sayı çoxalır. Yəni, daha çox çalışırlar ki, çöldə alınma məhsullardan istifadə etsin. Və kimdən soruşuram, deyir ki, doktor, mən aşırı duzlu yeyirəm, aşırı istiyotlu və s. Bədən çəkisinin artması özü ciddi bir problemdir, yəni çox böyük ciddi problemdir. Sonra menstrual sikldə olan problemlər, gecikmiş menopozlar, yəni 50 yaşından sonra menopoz və çox təəssüf ki, bizim xanımlar menopoza girməyi, yəni klimaksa girməyi özlərinə qəbul etmək istəmirlər. Fikirləşirlər ki, bu bir yaşlanmadır, amma mən həmişə deyirəm ki, hər yaşın öz gözəlliyi həqiqətən də var və Allah insana hər yaşı görməyə qismət eləsin. Amma həm də bir bioloji faktordur da bu, yəni baxın, onsuz da bu yaşlanma baş verməlidir. Yəni 48 yaşında xanım əgər artıq klimaksa gelirsə, bunu süni sürətdə hormonal dərmanlarla qabağını almaq olmaz. Zaten quyuya su tökməklə su dolası deyil. Yəni siz o anda təbii getdiniz, hormonal dərmanları aldınız, ay başınızı uzatdınız. Amma nə qədər? 1 ay, 2
ay, 3 ay, 5 ay və tutaq ki, maksimum 1 illik bir müsbət effekt almaqdan ötürü süd vəzi xəstəliklərini qazanmağa dəyərmi? Yəni bunun nə mənası var bunu eləməyin? Yəni ondan sonra normal yaşlanma prosesinə girmək, ondan sonra siz sümüklərinizi möhkəmləndirməyə baxın, dərinizi cavanlaşdırmağa baxın, idman eləyin, açıq havada gəzin, doğru qidalanın. Məsələn, avokado yeyin, badam yeyin və s. ki, bu prosesləri bu şəkildə ləngitməyə çalışın. Amma gedib elə kimdən eşitdiniz, heç bunu heç ginekoloq da təyin eləmir. Bəzən elə özləri alıb qəbul edirlər bu dərmanları. Tamam, heç olmasa qəbuldan qabaq bir süd vəzinizi yoxladım, bəlkə orada problem var. Və sonradan deyər ki, doktor, mənim sinəm şişib, ödemlidir, gərgindir. Danışıram, görürəm ki, bəli, öz başına dərmanlar içibdir, qarmanalina, heç bir süd vəzi müayinəsində indiyə qədər olmayıb və s. Süd vəzi xərçəngində iç geyimlərimizin rolu nə dərəcədə önəmlidir? Texniki cəhətdən iç geyimləri heç bir xərçəng xəstəliyini yaratmaz. Sadəcə olaraq burada məqamlar var. Məsəl üçün, böyük ölçülü süd vəzisi olan xanımlar çalışırlar ki, daha kiçik süd vəzi görünüşü əldə etsinlər. Təbii ki, ölçülərindən qat-qat daha kiçik ölçülü iç geyimi bundan ötürü istifadə edirlər. Təbii ki, bu da qan dövranını pozur. İstərsəməz boyuna, kürəyə ağrı verir, qan dövranını pozur. Mən deməzdim ki, yəni heç bir halda xərçəng yaratmır. Amma hər halda bir qan dövranını pozmaq da süd vəzisinin daxili balansını pozmaqla nəticələnir və bəlkə də oradakı prosesləri daha da tətikləyə bilər. Amma birbaşa təsiri yoxdur. Bayaq söhbət əsnasında abortun xərçəng xəstəliyində böyük bir önəmi olduğunu vurğuladınız. Ümumiyyətlə, bunu bir, belə deyək, loru dillə açıqlaya bilərsinizmi bizim üçün? Nə səbəb olur? Baxın, biz pasientlərdən soruşanda ki, neçə dəfə abort etmisən? Xəstə mənə cavab verir ki, bir dəfə, 2 dəfə maksimum. Amma soruşanda ki, bəs dərmandan nə qədər uşaq salmısan? Deyir, hə, doktor, 10 dəfə, 15 dəfə və bunu da abort hesab eləmirlər. Yəni, elə bilirlər ki, ginekoloji, yəni ginekoloq tərəfindən abort olunmayıbsa, bunlar evdə dərmanla abort edibsə, bu abort sayılmır. Amma bu çox böyük yanlışdır. Baxın, hər dəfə hamiləlikdə qadın orqanizmində prolaktin deyilən başqa adı mamogen hormon adlandırılan bir hormonun miqdarı artır. Və paraleldə təbii ki, süd vəzi xərçəngini yaradan estrogen və progesteron daha çox estrogen hormonudursa, bu hormonal səviyyədə artıq dəyişkənliklər baş verir hər hamiləlikdə. Və qadın orqanizmi hazırlaşır, yəni hamiləliyi olmağa. Eynən, axarları genişləməyə başlayır, prolaktin miqdarı artır, süd vəzidə uyğun dəyişkənliklər baş verir. Sonra xanım gedib birdən-birə hamiləliyi sonlandıranda, burada sadəcə uşağı, yəni daha doğrusu dölü matkadan çıxartmır. Bu həm də süd vəzdəki baş verən prosesləri tormozlamış olur. Yəni onlar elə bilirlər ki, abort elədim, qurtardı. Amma bu elə deyil. Yəni digər hormonların qanda özünü bərpa etməsi, normal hala gəlməsi onunla qurtarmır. Yəni siz bugün tutaq ki, abort etmisinizsə, bu proses 1 ay, 2 ay, 1 il çəkə bilər ki, orqanizm özünü tənzimləyə bilsin. Belə deyək də, təbii bir prosesi bir süni bir yolla sonlandıranda, o da hormonal fonda pozuntuya gətirir, ciddi dəyişkənliyə və hər dəfə də bunun sayı artdıqca, fikirləşin ki, hər dəfə prolaktin qalxır, düşür və bu sonlanmır. Süd vəzi süd vermir və ağzımızda süd vəzi deyirik də. Yəni süd vəzi nə üçündür? Uşağa süd vermək üçün. Yəni estetik tərəflərini qoyub da fizioloji tərəflərinə yanaşsaq və bu süd vermə prosesi də baş tutmadığına görə süd vəzi toxuması özünün normal inkişaf dönəmini keçmir. Yəni tutaq ki, süd vəzi ilkin etapda inkişafı var, sonra asta-asta inkişaf edir, süd vermə mərhələsinə çatır, xanım südünü verir, sonradan yavaş-yavaş artıq süd vəzi yaşlanmağa doğru gedir və fibroz toxuma, süd vəzi toxuması, daha doğrusu fibroglandulyar toxuma belə deyək, o pi toxumasının əvəz olunmaya başlayır. Yəni bu etaplar hər bir qadının həyatında baş verməlidir. Təbii ki, onlar onu gözlə görmürlər, hiss eləmirlər, amma fizioloji olaraq bu hadisələr baş verir. Və bu abortlar bu fiziologiyanı pozur. Və bu pozuntular da sonradan süd vəzi xərçənginin yaranmağına səbəbiyyət verir, yəni tətikləyir. Mammografiya və ultrasəs müayinələrinin fərqi nədir və hansını hansı yaşda elətdirmək
daha məqsədə uyğundur? Bu çox yaxşı və yerində verilmiş sualdır. Çünki bəzən biz pasiyentə deyəndə ki, məsəl üçün ultrasəs müayinəsi var, amma gedin indi mammoqrafiyadan keçin və hətta əksinə dərhal soruşurlar ki, niyə ikisindən biri bəs eləmədi doktor, yəni yetərli deyilmi? Və hətta biz bəzi hallarda ekstra bir süd vəzi MRT müayinəsi də istəyirik. Onda pasiyenti lap belə düşündürür ki, niyə də? Yəni əgər biri varsa, ikisi varsa, üçüncüyə nə gərək var? Amma burada və ya məsələsi deyil. Burada ultrasəsin öz rolu var, mammoqrafiyanın öz rolu var. Təbii ki, 35, hətta 40 yaşına qədər xanımlarda süd vəzi diaqnostikasında əsas süd vəzisinin ultrasəs müayinəsi təşkil edir. Yəni ultrasəs. Yəni bu səs dalğalarıdır, yəni. Düzdürmü? Mammoqrafiya isə 40 yaş üstü xanımlarda artıq ön plana gəlir. Yəni artıq, çünki niyə mən bayaq onun zaten biraz izahatını verdim? Çünki 40 yaşdan sonra artıq fibroglandülər toxuma, pey toxumasına əvəz dəyir deyə artıq mammoqrafiya daha düzgün görməyə başlayır. Məsəl üçün biz 25 yaşında xanımı mammoqrafiya eləməməliyik və eləsək də zaten istədiyimizi almayacaq. Çünki hələ orada dəyişilmə getməyibdir. Belə deyək də, yaş etibarıyla. Təbii ki, o dediyim o yaşlanma və dəyişilmə proseslərinə uyğun aparırıq. Məsəl üçün Avropa deyir ki, 40 yaşdan sonra, hətta yəni mammoqrafiya edin. Biz 35-dən sonra qəbullanırıq. Çünki niyə? Çünki bizim xanımlar daha erkən nikaha daxil olur və daha çox uşaq dünyaya gətirir və süd vermə dövrləri də uzun olduğuna görə bu dəyişilmə daha tez baş verir. Eynən. Ona görə 35 yaşdan sonra mammoqrafiya eləmək uyğundur. Amma Avropada və Amerikada bu 40 yaşdan sonradır bu rəqəm. Mammoqrafiya əsasən məsəl üçün süd vəzisində ultrasəs müayinəsi ilə görünməyən və pasiyentin özünün şikayəti olmayan məsələləri, tutaq ki, kalsinatları aşkarlamaq üçündür. Ona görə biz nə üçün mammoqrafiyadan skrining müayinəsi üçün istifadə edirik? Hansı ki, pasiyent heç bir şikayəti yoxdur, amma mammoqrafiyada orada xərçəng belə aşkarlanır. Və bu faiz aşağı faiz deyil, kifayət qədər normal faizdir. Və bizim əgər hesab etsək ki, bir tümörün, şişin ələ dəyməsi üçün 5 il təxmini vaxt lazımdır. İndi gəlin oturaq 5 il gözləyək ki, bu tümör nə vaxt pasiyentin əlinə dəyəcək, o gedib mammoqrafiya eləyəcək. Amma o daha tez gəlsə, əlinə dəyməmiş gəlsə, onu həkim aşkarlasa, erkən diaqnostika zaten budur. Qeyd elədiniz ki, erkən aşkarlasa doktor. Bunu hansı əlamətlərlə erkən aşkarlaya bilər bir qadın özündə? Baxın, erkən aşkarlamaq odur ki, ümumiyyətlə şikayəti yoxdur xəstənin. Gedir müayinəyə, orada aşkarlanır. Bu müayinə neçə dəfə olmalıdır? İldə bir dəfə. İldə bir dəfə. İldə bir dəfə, hətta 35-lik yaşlarda mən 2 ildən bir tövsiyə edirəm. Yəni hər il heç də məsləhət görmürəm. Amma 40-dan sonra ildə bir dəfə olmalıdır ki, xəstənin dediyim kimi şikayəti olmadan diaqnoz qoyulsun ki, biz daha tez müdaxilə edə bilək, daha kiçik, yəni təsirlərlə böyük effektlərə nail ola bilək. Amma qaldı ki, xanım özünü ümumiyyətlə 35 yaşı gözləməməlidir. Xanım özünü 20 yaşından etibarən tanımalıdır. Yəni süd vəzisinin ölçülərini, formasını, simmetrikdirmi, deyilmi? Baş verən yəni, proseslərini. Bunların hamısını xanım özü bilsə əvvəldən, onlar daha tez tapar. Eynən. Bəzən tutaq ki, əgər xanım görürsə ki, onun bir süd vəzisi o birisindən böyükdür, tutaq ki, və bu fərq get-gedə daha çox nəzərə çarpır. Onsuz da təbii ki, bütün süd vəzləri eyni deyil. Heç kimdə tam simmetrik süd vəzləri yoxdur. Hətta implant qoyursan da tam simmetrik olmaya bilir. Amma bu fərq get-gedə artırsa və yaxud da ki, mən pasiyent daxil olanda sadəcə oturub söhbət edəndə mən bilirəm ki, bu hansı süd vəzində problem var. Gözlə görsənir. Kənardan. Biraz diqqətli olsan tutacaqsan. Hətta oje müayinəyə alanda qıraqdan görəm ki, süd vəzinin bir tərəfində bir batıq var, dərisində. Deyirəm ki, bildim aradı. Heç yəni xəstənin gözləmirəm ki, o özü mənə göstərəcək. Yaxşı, bunu mən qıraqdan indi görürəmsə, sən bunu çoxdan görməliydin də. Yəni, azı bir hamamda, güzgü qarşısında baxsaydın, bunu görəcəydin. Və sən görürsən ki, burada fərq yaranır. Oturub nə üçün evdə gözləyirsən ki, görək sonra nə olur və s. Bunu vaxtında həkimə müraciət eləmək lazımdır. Bəzən öz məsuliyyətsizliyimiz ucbatından da... Əksərən xanım. Bir tutaq ki, əgər xanımlardan danışırıq da indi biz, tutaq ki, mədəsində, boşluqlu orqan
orqanlarda, lap ginekoloji orqanlarda hər hansı bir proses varsa, onu o gec tapıbsa yenə anlamaq olar. Amma süd vəzi xarici orqandır axı. Yəni bunu daha tez tapmaq lazımdır. Yəni bunu gecikdirəndə görürsən ki, zaten bilirmiş. Və biraz dərin söhbət edəndə xəstə ilə deyir ki, bəli var idi. Mənim ikinci uşağımdan sonra bu hallar məndə başlamışdı. Fikir vermədim doktor. İfrazat gəlirdi, düz deyirsiniz. Orada da var idi o şeydə. Amma hələ getmədim həkimə. Demək ki, keçər qədər də uşaqda körpə idi və belə uzada problemi daha da böyütmüş olurlar. Qadınlar süd vəzilərini ev şəraitində özləri nə vaxt yoxlamalıdırlar? Menstruasiya sikli başlayan vaxtdan ta menopoza qədər menstrual sikl bitəndən sonraki bir gündə, tutaq ki, menstrual siklın 8-ci günündə, yəni hər kəs özü üçün bir vaxt seçir, güzgü qarşısında müayinə eləmək lazımdır. Dediyim kimi, süd vəzisinin quruluşuna baxın, dərisinin vəziyyətinə baxın, gilə və areola kompleksinin durumuna baxın, simmetrikdirmi, deyilmi, bir ay bundan qabaqı kimidirmi, yoxsa dəyişkənlik varmı və s. Sonra uzanan vəziyyətdə eyni müayinəni, yəni əllə müayinəni saat əqrəbi istiqamətində və saat əqrəbinin əksi istiqamətində xanım əli ilə özünü müayinə etsin. Yox, əgər artıq menopozdadırsa xanım, o zaman menstrual siklın gündən asılı olmayaraq hər ayın, tutaq ki, 15-i süd vəzisini özü müayinə etsin. Hamiləlik dönəmində süd vəzilərində qadınları narahat edən ağrılar və dəyişikliklər olur. Bunlar da biraz qadınlarda şübhə yaradır. Ümumiyyətlə, bu ağrılar, dəyişikliklər normaldırmı? Təbii ki, normaldır. Və hansı hallarda, daha doğrusu, risk faktoru daşıyır? Tamam. Ümumiyyətlə, hamiləlik dövrü çox zaman xəstəlik sayılmır, amma bu bir xəstəlikvari bir dönəmdir zaten. Eynən və doğuşdan sonraki zahallıq dövrü də eynən. Süd vəzlərinin ölçüsü böyüyür, oradakı qan damarlarının miqdarı çoxalır, süd vəzi axarlarının diametrində genişlənmə baş verir, girə və areola kompleksinin rəngi dəyişir və daha tündləşir və vizual olaraq süd vəzində damarlanma müşahidə olunur və doğuşa qədər artıq asta-asta süd vəzindən süd gəlməyə başlayır. Bunlar təbii ki, normal hallardır. Amma bəzən hamiləlik dövründə xanımın əlinə hər hansı bir törəmə dəyir. Məsələn, və hətta ki, süd vəzisindən süd yox, qan gəlməyə başlayırsa, bunun normaldır, süd yığımıdır, heç nə olmaz, əmizlərdən sonra düzələcək deyib keçmək olmaz. Təbii ki, bu hallarda da o durumlar yaşana bilər. Amma qoyun bu sözü sizə həkim desin. Yəni, ən azından bir ultrasəs müayinəsi eləmək lazımdır ki, görək doğrudan da bu ələ dəyən bu bərkimə törəmədirmi? Yoxsa doğrudan da axar genişlənməsidirmi, süd yığımıdırmı? Və hətta ki, süd vəzdən qanlı ifrazat gəlirsə, bunun səbəbi nədir? Travmadırmı, sadəcə fizioloji prosesdirmi, yoxsa Allah eləməsin süd vəzi xərçəngidirmi? Çünki hamiləlik dövründə bayaq saydığım hormonların, istər prolaktin, istər estrogen və progesteronun nisbətində baş verən dəyişkənlik fonunda öncədən, yəni xanım hamilə olmamışdan qabaq hər hansı bir törəmə o fonda sürətlə böyüyə bilər və dəyişə bilər. Ona görə, məsəl üçün, bizə gənc xanımlar gəlir süd vəzisində törəməklə, biz baxırıq və bəzi hallarda deyirik ki, gəlin bunu çıxardaq. Xoşxassəlidir əslində. Çünki bilirəm ki, bu hamiləlikdə daha böyüyəcək. Və xoşxassəli şişlər böyüyə bilir. Təbii ki. Yəni, dediyim kimi, o hormonal fonda xoşxassəli, mənim hətta elə pasiyentlərim olub ki, hamiləliyin hər həftəsində şişin ölçüsü xeyli böyüməyə doğru gedibdir və artıq məcbur qalmışıq 5 ayında, məsələn, hamiləliyin törəməni çıxartmağa. Elə törəmələrdən danışmışkən, bu törəmələrin, xoşxassəli törəmələrin, daha doğrusu biraz müddət sonra bədxassəli törəməyə çevrilmə ehtimalı varmı? Bəli. Bu ehtimal həmişə var. Təbii ki, bu törəmənin adından da çox şey asılıdır. Məsəl üçün, fibroadenomalar desək, tutaq ki, çox da yüksək faiz deyil. Amma baxır onun ölçüsünə, baxır qanlanmasına, baxır daxili strukturasına. Elə fibroadenomalar var ki, daxildən qanlanırlar. Yəni, qan damarları keçir. Bu düyünlərin böyüməsi gündən-günə baş verir. Tutaq ki, 6 aydan bir pasiyent UZ-yə gəlir, görürsən ki, hər dəfə böyüyübdür. Və artıq bunları oturub sadəcə müşahidə eləmək ki, yox da fibroadenomada böyür. Və yaxud da ki, xoşxassəlidir, narahat olacaq bir şey yoxdur. Belə şeyə yol vermək olmaz. Hələ indiki zamanda heç yol vermək olmaz. Məsəl üçün, əvvəllər, mən 20 ildir onkologiyada çalışdım. Əvvəl yenə də bu məsələlərə biraz daha yumuşaq yanaşa bilirdi. İndi artıq hər şeyə gərək vaxtında müdaxilə eləyəsən. Çünki hər günün öz hökmü var, biz
bizim qidalarımız bəlli deyil, bizim şüalanmamız, radiasiyamız, Wi-Fi-miz və s. və s. Bu fonda biz bilmirik ki, bir aydan sonra, 2 aydan sonra nə baş verəcək. Ona görə vaxtında hər şeyi çözməyə tərəfdarıyam. Mən fikirləşmirəm ki, süd vəzisində 3 sm-lik olan bir düyünü deyim ki, xoş xassəldir, saxlayaq. Yəni artıq o riskə gedə bilmirəm. Çünki bilirəm ki, bu indi belədirsə 3 aydan, 5 aydan sonra nə ilə qarşılaşacaq bilə bilmirik biz təəssüf ki. Südvermə zamanı süd vəzisində bərkləşmə və infeksiya zamanı nə etməlidirlər qadınlar? Təbii ki, ilk öncə yenə də həkimə müraciət etmək lazımdır. Çünki bəzən, bayaq dediyim kimi, süd yığımlıdır deyib, bu işi vaxtından keçirdəndə ən azından bir mastit formalaşdıra bilirik. Yəni, süd vəzinin iltihabi prosesləri. Və təəssüf ki, elə cüzi mastitdən də bəzən görürük ki, dərhal südü kəsirlər. Amma bunu eləmək lazım deyil, yəni tələsmək lazım deyil. Həkimə gələndə biz baxırıq, hətta mastit ola-ola xəstəyə dərman yaza-yaza deyirik ki, əmizdə mənə davam eləyin, saxlamayın. Yəni artıq o absesə keçməyibsə, ciddi bir fəsad verməyibsə, biz onu yəni asta-asta özümüz çözə bilirik dərmanlarla, nəzarətlə və s. Bəzən də olur ki, ciddi bir süd yığımı formalaşır və ələ dəyir sərt halda, artıq orada formalaşma gedir. O halda bəzən olur ki, o sahəni aspirə də edə bilirik ki, bunu kənardan aspirə edək və sonra xanım yenə süd verməsini davam elətdirsin. Bəzən deyirəm ki, məsəl üçün, tamam, bunu indi belə eləyirəm, amma süd verməni keçəndən sonra gələsiz baxarıq. Ola bilər ki, hətta əməliyyat eləməli olduq, amma indi uşaq körpədir, siz süd verirsiniz və bu dəqiqə bir ciddi fəsad yoxdur. Yəni, süd verməni başa çatdırın. Qarşısını bu cür almaq olur. Baxarıq. Amma çox təəssüf ki, bizim xanımlar burada da çox maarifsizdirlər. Dəfələrlə deməyimizə baxmayaraq. Görürsən ki, deyir ki, mən 2 il yarımdır, 3 ildir, nə bilim, 3 il neçə aydır uşaq əmizdirmişəm. Niyə? Yəni, güya elə olanda daha yaxşı mı ana olursan və hətta ki, uşağa nə xeyri var? 13 yaşında uşağa ana sütü verməyin nədir xeyri? Heç nə deyil. Birincisi, o verilən mayeni, artıq biz ona süd də deməyək, tərkibinin heç bir elementi uşaq üçün xeyirli deyil. O artıq öz funksiyasını itiribdir. Siz bu halda uşağı da yanlış böyüdürsünüz. Yəni, 3 yaşında uşağa nə ana südü vermək olmaz, nə əmzik vermək olmaz. Burada uşağın tərbiyəsindən də məşğul olmaq lazım ki, bitdi. Doğrudur. Yəni, bu artıq başa düşməlidir ki, bu məsələ bağlanıbdır. Və artıq ana da, yəni, hər dəfə süd verdiyinə görə, süd, yəni, bəzi giləsindən beyninə siqnal gedir ki, bura prolaktin lazımdır, bayaq dediyim. Və prolaktinin hormonunun miqdarı azalmaq bilmir, hər daim yüksək səviyyədə qalır və axar genişlənmələrinə səbəb olur və pasient sonraki illərdə bunun mütləq fəsadını çəkir. Çəkir, mütləq, bəli. Yəni, ya infeksiyalaşır, ya mastit olur və yəni, mən minimaldan danışıram. Hələ maksimumdakı, təbii ki, xərcəyə qədər gəlib çıxa bilər. Belə bir fikir var qadınlar arasında ki, ana südü vermək süd vəzisi xərçəngindən qoruyur. Tibbi tərəfdən bu doğru bir məlumatdırmı deyək? Təbii ki, bu çox doğru cümlədir. Xanımların süd vəzisi xərçəngindən qorunmasının əsas yollarından biri də körpəyə süd verməsidir. Amma dediyim kimi, burada da süd vermək müddəti çox önəmlidir və yəni bu işi nə qədər səliqə ilə icra etmək. Yəni bu fonda yəni daha diqqətli olmalıdırlar, istər qidalanmasına və s. Amma ümumiyyətlə bəli, bu çox vacibdir, istər ana üçün, istər körpə üçün. Bəs implantlar necə? İmplantların ümumiyyətlə qoyulması süd vəzi xərçənginə səbəbiyyət yarada bilərmi? Bəli, bu da aktual mövzulardan biridir. Çünki artıq istər Instagram fonunda olsun, istər digər nöqteyi nəzərdən xanımlar daha gözəl görsənməyə çalışırlar. Modern dünyanın tələbi deyək. Bəli, və bəzən hətta öz görünüşlərinə uyğun olmayan bəzən görünüş istəyirlər. Bu süd vəzi də burada daxildir. Ümumiyyətlə, dünyada implant qoyma sayıları get-gedə çoxalır. Məsələn, Amerikada 2-ci yerdədir. Yəni, icra olunan estetik əməliyyatlarının sırasında. Və mən bir onkocərrah kimi bunun əleyhinə heç deyiləm və gərəkdiyi təqdirdə hətta xərçəng xəstələrinə belə qoyuram. Çünki bu qadındır və orqanın
orqanını itirmək istəmir. Və belə bir yanaşma da ki, əsas can sağlığıdır. Neyinsə, nə süd vəzisini kimi yanlış yanaşmalar, bəli, bu xanıma daha da mənfi təsir göstərir. Çünki qıraqdan təzyiq göstərmək, neyinirsən demək asandır. Yəni o həyatı yaşamaq amma o qədər də asan deyil, yəni çox çətindir və orqanını itirmək pasientə çox ağır, yəni mənəvi stresslər yaşadır. Yəni ola bilər ki, o anda o baskı ilə deyirsə ki, hə, düz deyirsən, istəmirəm, amma üstdən 3 il keçir, 5 il keçir və peşman olur ki, mən nə üçün vaxtında süd vəzimi saxlamadım da, yəni gərək də ki, saxlayaydım. Yəni o baskının altında öncəki fikirlərdən artıq get-gedə aralanmağa başlayır. Qaldı ki, implantlar heç bir təbii ki, xərçəng xəstəliyi yaratmır. Bu çox nadir halda baş verə bilər. Amma təbii ki, baxılır yerdə hansı implantı qoyursan da, yəni belə deyək də, yəni ucuz ətin şorbası olmaz. Təbii ki, ucuz implantlar düşünürəm ki, də xərçəng yaratmaz. Amma hansısa bir fəsada səbəb ola bilər. Normal, yəni yaxşı firmaların istehsal etdiyi keyfiyyətli implantlardan. Çünki bu bədəndir və bunu uzun müddət daşımalıdır və orqanizm onu qəbul etməlidir özünkü kimi və deyirəm də, yəni başqa proseslərin də yaranmasına səbəbiyyət verməməlidir. Burada bu məqamlar budur. Amma düzdür, çox az sayda xəstədə, məsələn, implantın ətrafında yaralmış kapsuldan xərçəng xəstəliyi inkişaf eləyir. Amma o da bəlkə bir 1000, 5000 qadından birində ola bilər. Yəni o elə bir yaygın bir durum deyil, yəni. Çox sağ olun Günay xanım. Təşəkkür edirik bugünkü ətraflı dolğu müsahibə üçün sizə. Mən təşəkkür edirəm. Çox sağ olun. Beləcə, daha bir verilişimizin sonuna gəlib çatdıq. Mütəxəssislərimizə ünvanlamaq istədiyiniz sualları aşağıda qeyd etdiyimiz sosial şəbəkələrimizin mesaj və ya şərh bölməsinə yaza bilərsiniz. Özünüzün və övladlarınızın sağlığını mütəxəssislərə etibar edin. Bugünlük sizlərlə sağollaşıb, gələn həftə görüşmək ümidi ilə deyirik. Sağ olun, sağlıqla qalın. Referans Medical Group'un baş sponsorluğu ilə Anam bilər bitdi.